Lənkəranın Kərgəlan və Ləş kəndlərini birləşdirən avtomobil yolunun bərbad vəziyyəti illərdir sakinləri narahat edir. Kənd sakinləri deyir ki, dəfələrlə müraciət etsələr də problem hələ də həllini tapmayıb. Lənkəranda Kərgəlan-Ləş kəndlərini birləşdirən avtomobil yolu uzun illərdir təmir olunmur. Bu vəziyyət 2000-dən çox əhalisi olan Ləş kəndindən keçən həm piyadalar, həm də nəqliyyat vasitələri üçün ciddi çətinlik yaradır. Yolların çala-çuxur olması nəqliyyat vasitələrinin tez sıradan çıxmasına, mütəmadi avtomobilinin ehtiyat hissələrini dəyişmək məcburiyyətində qalan sürücülərin isə əlavə xərcə düşməsinə səbəb olur. Yolumuz çox bərbad vəziyyətdədir. Maşınlar xarab olur. Bir dənə yağışda səsib dağılır. 30 ildir bu yola görə biz müraciət edirik. Müraciət eləmədiyimiz yer qalmayıb, ancaq heç bir tədbir görülməyib. Kəndin cavanları, gəncləri pul yığır, şebenzat gətirib tökürlər, bir balaca düzəlsinlər. Çünki marşrut işləyir bura. Bunları eləməsələr, o marşrutlar hər gün sınırlar. Gözümü açandan bu yollar bu gündədir. Öz cibimizdən təmir eləyirik, atsep tökürük, beton tökürük, şebenka tökürük, yəni vəc eləmir də. Yol yağış yağır, yollar pis gündə qalır. Taksi çağırır, taksi 5 manat yazır, taksi deyir yol pis gündədir, 10 manat ver mənə. Yol barədə müraciət edirik. Heç bir əncam çəkilmir. Qazil işləyir, avtobus işləyir, maşınlar sınır, taksi gəlmir. Deyim sənə, bu təcili yardımı deyirsən, boyun qaçırır. Məsələ ilə bağlı aidiyyatı quruma Lənkəran şəhər icra hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, Lənkəranın bir neçə yaşayış məntəqəsini, o cümlədən Kərgəlan-Ləş kəndlərini birləşdirən yolun 2024-cü ildə verilən müvafiq sərəncama əsasən əsaslı təmiri nəzərdə tutulub. Yolun asfaltlanması işlərinin mərhələli şəkildə icrası planlaşdırılıb. Səadət Ayaz qızı, Zaur İsmailov, Turanət Ağızadə, ATV Xəbər, Lənkəran.